Əziz izləyicilər, Söz Odası jurnalının ilk sayı nəşr olundu, çapdan çıxdı. Qeyd etdiyimiz kimi əvvəlcə də jurnalımız ədəbiyyat və mədəniyyət jurnalıdır. Yəni ölkəmizin bütün bölgələrində və paytaxtımızda ədəbi mədəni yeniliklər, ədəbiyyat nümunələri, rəsm əsərləri, mədəniyyət sahəsində olan proseslər və insanların təbliği, yazıları, haqlarında gedəcək yazılarla zəngin olan bir jurnaldır və gələcək nömrələrimiz bu mövzularda daha zəngin olacaq. Söz Odası jurnalında hazırki nömrəmizdə həm şeirlər, həm nəsr əsərləri, həm araşdırma yazıları, ədəbi tənqid materialları, müasir ədəbiyyatla bağlı, klassik ədəbiyyatla bağlı araşdırmalar, esselər, rəsm əsərləri, gənclər, istedadlı gənclər, uşaqlar haqqında yazılar, yəni müxtəlif səpkili yazılarla zəngin bir jurnaldır, uşaq ədəbiyyatı səhifəmiz var və s. Belə çox şaxəli, zəngin bir jurnalımız çap olunub və mövzularımız da genişdir, rubrikalarımız çoxdur. Gələcəkdə isə materiallarımız artdıqca bu rubrikalar daha da çoxalacaqdır. Bax, niyə müasir dövrdə sosial şəbəkələrin, saytların, YouTube kanallarının və s. Mövcud olduğu bir dövrdə çap mətbuatına, kağız mətbuatına hansı ehtiyac var? Buna mən cavablandırmışam bir neçə çıxışımda, amma bu da bir dəfə də təkrarlayayım ki, xüsusən ədəbiyyat və mədəniyyət, incəsənət sahəsində çap mətbuatına çox geniş ehtiyac var. Çox böyük ehtiyac var. Xəbər ola bilsin ki, bugün təzədir, sabah köhnədir. Bəlkə də xəbər üçün elə saytlar kifayət eləyər. Ancaq xəbər də əslinə qalsa çap mətbuatında getsə yaxşıdır ki, gələcəyə tarixçilərin əlində bir araşdırma sahəsi olsun. Amma ədəbiyyat əsas bugünə yox, əsas gələcəyə hesablanır. Xüsusən də ciddi ədəbiyyat. Bugünün oxucusunun bəlkə də anlamayacağı elə bir ədəbi nümunə ortaya qoya bilərik, elə ədəbi əsər çap eləyə bilərik ki, o gələcəyin oxucusunun zövqünə və düşüncəsinə uyğun gələ bilər. Elə əslində sənət və ədəbiyyat buna hesablanır, gələcəyə qalmağa hesablanır. Bu baxımdan da çap mətbuatının önəmi çox güclüdür. Çünki gələcək tədqiqatçı hansımızınsa gəlib nə YouTube kanalından, nə də TikTok səhifəmizdən bizim orada söyləyib çoxlu izləyici, nə bilim, birimiz deyirik ki 10.000 izləyici baxdı falan, şeirimi söylədim, birimiz deyirik ki 100.000 adam baxdı. Amma gələcək tədqiqatçı gəlib o TikTok səhifəsindən adamın şeirini araşdırıb onun haqqında yazı yazmır. Yazılar mənbə kimi mətbuat göstərilir, kitablar göstərilir və s. Bu baxımdan kağız mətbuatın önəmi çox vacibdir. Kağız mətbuat qalıcıdır. Adi bax bu jurnal vərəqlərinin ömrü 800 ildir. Bunu araşdırmışam, bilirəm. Mütəxəssislərdən öyrənmişim. 800 il ömrü var adi jurnal vərəqinin. Eyni zamanda da həm də jurnalımız haqqında deyim ki, kim almaq istəyirsə, kim oxumaq istəyirsə, kim abunə olmaq istəyirsə, mənimlə bütün sosial şəbəkələr üzərindən əlaqə saxlaya bilər və eyni zamanda kim yazı göndərmək istəyirsə, kim çap olunmaq istəyirsə, yenə də əlaqə saxlaya bilər, suallarını ünvanlaya bilər. Bax, belə bu formada gözəl bir, nəfis tərtibatlı jurnal sizə təqdim edirik. Rəsm əsərlərini də müxtəlif bölgələrdə olan rəssamların da əsərlərini bax bu şəkildə bizim sərgi rubrikamızda verə bilərik. Həm gənclərin, həm tanınmış rəssamların. Bu formadadır. Son səhifəmiz reklam səhifəsidir. Eyni zamanda qeyd edeyim ki, müxtəlif şirkətlərin, restoranların, turizm obyektlərinin və s. reklamlarını da biz çap eləyə bilərik. Hətta əlavə səhifələr də ayıra bilərik. Belə jurnalımız bax bu formada çapdan çıxdı və özümə və oxucularıma uğurlar arzulayıram və gələcəkdə də bu jurnalın davamlı olmasını arzulayıram və sizdən də bu arzuları gözləyirəm. Əziz oxucular, əziz izləyicilər.